Düşünürəm ki, çox aqressiv sualdır, amma çox önəmli sualdır. Hara baxırsan, nifrət, qəzəb, aqressiya, şiddət. O qədər uşaq gətirib qoyurlar mərkəzə ki, ata, ana gedib düşüb evin lap küncünə, bucağına. Ona baxan tamaşaçı özünü oradakı o kriminal avtoritetlə assosiasiya eləyəcək. Müəyyən seriallar həmin həftə dayandırıldı. Çünki kriminal xarakterli seriallar idi. Narko baronu o cür nə gözəl təqdim eləmişlər. Adam narkobaron olmaq istəyir. Adam Bu nə fikirləşirdi ki, ədalətli bu adam necə deyil, nə göz maraqlı. sevirdilər onu. Kökünü araşdırır, psixoloqlar tapa bilmirlər ki, bu uşağı kim bədbəxt eləyib. Bugünkü uşaqların oyuncaqları iPhone-dur, iPad-dir. Bugün başqa bir nəsil yaranıb. Övladımı gecə klublarından yığa bilmirəm. O zaman biz indi uşaqları böyüdürük, tərbiyə eləyirik, yoxsa idarə eləyirik. Axı sən yalancı xoşbəxtliyi, saxta xoşbəxtliyi, həqiqət kimi göstərir, nə qazanırsan? Az yaşlı uşaqlı məktəbə getmək istəmir. Nəyə görə? Müəllim onu müdirlə qorxudub. Siz öz əxlaqınıza söykənərək, vicdanınıza söykənərək bunu deyə bilirsiniz. O qədər rahatlığa meyillənib ki, oyunu verir, uşaq PUBG oynayır məsələn bütün günü. Özü oturub orada öz məsələn bəzi analara aid üçün olsun, amma başım dinc olsun. Amma bu uşaq bir dönəmdən sonra sənin bütün dincliyi əlindən alacaq. Bu günə qədər məktəblərdə bu qədər şiddət olmamışdı. Silahı alır əlinə, girir məktəbə, müəllimini, tanımadığı şagirdlər hamısını öldürür. Nuhun gəmisində Nuhun övladına yer yoxdur, heyvana yer var. Bugünün önəmli mövzularından biri cəmiyyətdə uşaq, cəmiyyətdə övlad və düşünürəm ki, çox aqressiv sualdır, amma çox önəmli sualdır. Bugün cəmiyyətdə baş verənləri nəzərə alaraq uşaq niyə sözlə yox, aqressiya ilə danışmağa başlayır? Uşaq niyə aqressiyanı dil kimi seçir? Hacı Rövşən bəy, buyurun. Sizdən başlayaq. Başlayaq. Fikirləşirəm ki, aqressiya artıq norma halına gəlib və uşaq gözünü açandan ailədə, məktəbdə, cəmiyyətdə, o baxdığı filmlərdə, kanallarda bu görür ki, müasir dövrün dili aqressiyadır. Müharibələr, şiddət, hətta adi uşaq oyunlarında belə o oyunların dili aqressiyadır. Sən inkişaf üçün nə etməlisən? Kimsə qətlə yetirməlisən. Kimisə öldürməlisən, haranısa dağıtmalısan, uçurtmalısan. Ən trenddə olan bu dəqiqə oyunların dili aqressiya dilidir. Və inkişafı nə qədər aqressivsənsə, o qədər inkişaf edirsən kimi göstərirlər. Uşaq təbii ki, başqa hansı dildə danışacaq. Uşağın psixologiyası bu cür formalaşıb. Bir nəfər tanıyırdım, bu adam həmişə danışanda yüksək səslə danışırdı. Sadə bir şey deyirdi, belə qışqıra-qışqıra, nə bilim, nəyisə xahiş eləyir, sanki belə bağıra-bağıra xahiş eləyirdi. Ailə həyatı qurdu. Elə oldu ki, bunların ailəsində bir nahar yeməyi yiyəsi oldum. Gördüm ki, yoldaşı da o cür danışır. Bir neçə vaxtdan sonra uşaqları oldu, uşaqları da başladı o cür danışmağa. Yoluxucudur, hə? Aqressiya ciddi şəkildə yoluxucudur. Və aqressiv danışmağımızda da həyatda o qədər problemlərimiz var ki, bəzən o problemləri də salırıq o tonun içinə, başlayırıq aqressiv danışmağa. Uşaq evdə görür ki, valideynlər aqressiv tonla danışırlar bir-birləri ilə. Baxıb görür ki, birini susturmaq üçün nə qədər yüksək səslə danışırsansa, o qədər haqlısan, o qədər qarşındakı susacaq. Cəmiyyətdə görür ki, bir saatlıq marşruta minirsən və yaxud da ki, nəsə nəqliyyat vasitəsində olursan, nə qədər siqnallar eşidirsən də. Deməli, hamının dili bu dəqiqə aqressiyadır. Qırmızı işıqda belə dayanmısan, yəni yaşıl yanmayıb, yenə də siqnalın üstündədirlər. Bu o deməkdir ki, biz cəmiyyətdə aqressiyanı artıq norma halına gətiririk. Bu cəmiyyətin içində böyüyən övlad da valideynlərindən çox cəmiyyətin övladı olacaq. Daha çox onlara bənzəyəcək. Ona görə uşaq ananın ətəyində bunu öyrənir, atasıyla ünsiyyətdə bunu öyrənir, məktəbdə təhsil ocağından bunları götürür və yavaş-yavaş bu uşaqda artıq danışıq dili bu cür formalaşır. Albert Banduranın məşhur bir nəzəriyyəsi var, sosial öyrənmə nəzəriyyəsi. Nəzəriyyə bunun üzərində qurulur ki, yəni uşaq nə ilə öyrənir? Və cavabı budur ki, uşaq daha çox
hansı formada ünsiyyəti görürsə, onu götürür. Yəni o uşaq sözə baxmaz, uşaq nəsihətə baxmaz. Uşaq baxar ki, sən əməldə nə cür davranırsan və cəmiyyət nə cür davranır. Bu aqressiyanın fonunda artıq biz görürük ki, azyaşlı uşaqların arasında cinayətkarlıq, şiddət, onlar arasında dünyaya baxsaq, məsələn, qətillər hamısı artır. Hamısı ondan irəli gəlir ki, bu artıq bu aqressiv yanaşma artıq bir trendə çevrilib və insan artıq aqressiyadan qopa bilmir. Çünki bunun psixologiyası da bu cürdür, hissləri də bu cürdür, hər şey bu cürdür. Bir də bunlar bizə nə verir? Reallıqla məcazi aləm arasında sərhəd itir. Filmlərə baxır, oyunlara baxır, orada olan o aqressiv yanaşmanı görür ki, öldürdü, sonra cəzası olmadı, bu getdi yuxarı bir mərhələyə. Filmlərdə görür ki, qatillər ən xoşbəxt yaşayanlardır. Qatillər o brutal, xarizmatik bir şəxsiyyət, bir persona kimi təqdim olunur. Artıq bunun beynində bu qalır ki, deməli, gələcəkdə gözəl qızların qəlbini fəth eləmək üçün də mən gərək aqressiv olum. Ola bilsin, təbiəti o cür deyil, ola bilsin, içindən gəlmir. Artıq bu ona baxmır. Bunun düşüncə zövqü də dəyişib. Bu baxıb görür ki, nə qədər sən sərt olarsansa, cəmiyyətdə bir o qədər sənə hörmət eləyəcəklər. O qədər sənin dəyərin olacaq və filmlərdəki o mesaj da beynində qalıb ki, sonunda da xoşbəxt olacaqsan. İndi aqressiya xoşbəxtliyə gətirirmi? Bu başqa bir mövzudur. Ancaq mən məsələni bu cür dəyərləndirirəm. Bir növ aqressiya, aqressiv insan qüdrətli insan kimi qələmə verilir və qarşı tərəfdə də belə bir xüsusiyyət var. Qüdrətli olmaq istəyir də hamı da. Kim istəmir ki, zəif olsun. Zəiflikdən xoşumuz gəlmir də ümumiyyətlə. Varlığımız zəifliyi sevmir də. Yəni, qüdrətli olmaq istəyirik. Və bu cürlə təqdim olunur aqressiya. Qüdrətli insan, bərabərdir qüdrətli insan. Ona görə də bəzi insanlarda bu uşaqlarımızda da get-gedə bu cürlə görürük. Və mən istərdim bu hissəyə toxunum ki, aqressiyanın bir kökündə də ölçəməndə müəyyən qədər toxundu. Məhəbbətin, belə deyək də, qıtlığı evdə, ailədə, ona görə ailədən başladım. Çox ailədən başlayır da məsələlərin kökü. Və bu qıtlıq yaşayan, məhəbbət qıtlığı yaşayan uşaqlar get-gedə daha çox aqressivləşməyə başlayır. İrfanda belə bir söz var. Hubbi hərəkət. Çox mühüm mövzulardan biridir. Deyir, məhəbbətdən yaranan hərəkət. Hərəkət nədən yaranır, deyir, məhəbbətdən də. Bir nəfərə aşiq elə, o hərəkətə gələcək. O vaxtları uşaqlıqda görərdim, bəzi avtobuslar olardı. Onu xodlamaq üçün belə dəmirlə belə o hərəkətə gətirirlər, sonra başlayırlar sürməyə də. Deyirlər, məhəbbət mühərriki xodlanandan sonra hər şey ondan sonra başlayır paylaşmaq, bölüşmək, fədakarlıq, səmimiyyət. Elə bir hamısı aktiv olmağa başlayır da. Ona görə də evdə bu mühərriki xodlamaq lazımdır. Bu mühərrik işə düşdükdə avtomatik olaraq da digər gözəl dəyərlər də çıxmağa başlayacaq, aktuallaşmağa başlayacaq. Məsələ buna görə də əziz Peyğəmbərimizin deyəcəyi söz bu idi ki, bir şey istəyirəm də sizdən, məvəddət. Məvəddət aktiv məhəbbətdir, məvəddət praktik məhəbbətdir, məvəddət rasional məhəbbətdir. Yəni kökündə rasionallıqdır yanıb və nəticədə praktikadır. Mən sizdən bir daha bunu istəyirəm də, çünki bu Əhl-i Beyti gətirdi, qoydu mərkəzə olaraq da məhəbbətdir. Bu məhəbbət olsa dünya elə bir hərəkətə gələcək də, bütün gözəlliklər hərəkətə gələcək. Bunu bir dənə gətirin, qoyun bir dənə mərkəzə. Və mən bəzən də kökünü burada görürəm və bir də toxunuldu əslində övladlarımız niyə aqressivləşir? Biz özümüz aqressivləşmişik bəlkə də cəmiyyət olaraq. Bir növ səbirlərimiz tarıma çəkilib, biraz yorulmuşuq. Görsən çöldə hirsini belə deyək də tökə bilmir, gəlir evdə ananın üstünə, ana kişinin üstünə. Bu uşaq da bunları görür və bunlar hamısı ya bir az yaşlı uşaqdırsa şuuraltı ötürülür, biraz artıq yetkinlik yaşına gəlib çatıbsa bir cür təsir edir və bu istər-istəməz artıq onun vücudunda da bunlar öz əksini tapmağa başlayır. Mən bu cür dəyərləndirirəm. İndi belə çıxır ki, hal-hazırda olan trend nifrət üzərindən olan hərəkətdir. Görünür ki, nifrət var. Nifrət var, amma tam deməzdim də, yəni bütün bunun əksini də görə bilirik yaxı bir cəmiyyətimizdə, məsələn, gənclərdə, yaxı övladlarımızda görə bir başqa cür böyüyən cəmiyyət övladlarımız da var, başqa istiqamətdə. O məhəbbət üzündən məsələyə yanaşa bilənlərimiz də var. Ancaq daha çox hara baxırsan, nifrət, qəzəb, aqressiya, şiddət bunun şahidi olursan. Məsələn, YouTube kanalını açanda daha çox orada kontentlər düzdür, o şiddət, aqressiyanı nə qədər qadağan eləsələr də, yenə də
o motivdə olan Mən filmlərdir. ən çox narahat eləyən bu günləri sosial şəbəkələrdə nəyin yayılmasıdır? Kriminal romantika. Paradoksaldır, kriminal romantika. Kriminal romantikanı o qədər önə çəkirlər ki, bu əslində məni çox narahat edir, çünki cavanlar buna meyillənir. Seriallarda da baxıb görürsən ki, o cinayətkar aləmin ünsürləri, onların həyatı, silah alveri, nə bilim, öldürmək, kəsmək, doğramaq. Bu trendə düşəndə aydındır ki, ona baxan tamaşaçı özünü oradakı o kriminal avtoritetlə assosiasiya eləyəcək. Və bu onu daha belə, içində axı bizdə kamilliyə getmək, gücə getmək, nə bilim, bunlara meyil var da. Onu görəndə sən elə biləcəksən ki, həyat elə bundan ibarətdir. Bayaqları elə sizlə bir Kamran bəylə bu mövzuda danışırdıq ki, peşələrin insanın xarakterinə təsiri, bəzi örnəklər də orada danışıldı. Məsələn, İslamda qadağan olunmuş, bəyənilməyən peşələrdən biri qəssablıqdır. İstədim deyim, doğrudan da həqiqətən də. Uzun müddət qəssab ola bilməzsən. 6 ay, 7 ay, ondan sonra peşəvi dəyişməlisən. Ayda ildə bir dəfə kimsə öz həyatyanı sahəsində bir heyvan kəsə bilərdi. Ancaq bunu peşə kimi İslam hüquq sisteminə görə sən peşə olaraq seçə bilməzsən. Nəyə görə? Çünki sən o iri buynuzlu heyvanı kəsəndə və hər gün gündə bir 10 dənə, 5 dənə bu heyvanı kəsəndə bir neçə vaxtdan sonra qan görmək sən üçün bir neçə nəfər insanı qətlə yetirən insanla müsahibə alırdılar. Deyirlər, sən necə belə rahat şəkildə insanları başını deyir, belə kesirdi özdə də, öldürürdü, o cürünə qətlə yetirdi. O cavab verdi ki, mən buna qədər nə qədər ölünün başını kəsdim, get-get asanlaşdı, indi diri baş kəsə bilirəm də. Doğrudan da insan görsən, bugün məsələn heyvana o cürünə, adam peşə olduğu təqdirdə də bu cürünə indi get-gedə adiləşir də, yəni bu məsələlər. Ona görə Osmanlı qəssabları bir gündən bir də həm də bağda çiçəklərə su vermək məcburiyyətində olurmuşlar. Ki, bir təbiətlə də ünsiyyət. Amma məsələn, elə Osmanlıdan danışdıq, məsələn, bu yaxınlarda Türkiyədə baş verənlərlə bağlı artıq onlar öz ssenarilərinə diqqət yetirməyə başlayıblar. Müəyyən seriallar həmən həftə dayandırıldı. Çünki kriminal xarakterli seriallar idi və bundan sonra dedilər ki, heç bir halda zorakılıq səhnələri göstərilməsin. Bu əslində həmən o məqamdır da. Təsəvvür ki, Türk serialıdır, Rövşən Bağışov, narko baronu o cürünə gözəl təqdim eləmişlər. Adam narkobaron olmaq istəyir. Adam fikirləşirdi, sevirdilər onu. Hətta o kinodan çəkməyəcəm, o öləndə mən tanıyırdım, eşitdiyimdə xəbəri gəldi çatdı. Yas eləmişdi bir nəfər. Aktyor kinoda ölüb, onun üçün bir dənə yas eləmişdi, cəmaatı çağırmışdı. Görün nə qədər bunun içini dəyişmişdilər. Yəni görün nə qədər kino insana təsir edə bilir. Yəni biz lazımi, önəmli filmlər çəksək, o da təsir edə bilər demək ki. Deməli, gücü var. Onda buradan bir nəticə də çıxardırıq ki, bu şiddət nümayiş etdirən filmlərə, kontentlərə, mətnlərə oxuyanda bir neçə vaxtdan sonra sənin içində artıq o şeylər də adiləşəcək. Uşaq əgər gözünü açandan bu oyunlarda şiddət elementlərini görürsə, kanallarda o şiddəti görürsə, lap belə zarafat formasında olsun, lap ola bilsin cizgi filmi, bu dəqiqə cizgi filmin bir çoxuna baxırsan, şiddət filmlərdən daha çoxdur. Şiddət norma halına gəlib. Bir neçə vaxtdan sonra artıq bu başlayacaq bunu tətbiq etməyə. Bugünə qədər məktəblərdə bu qədər şiddət olmamışdı. Yeniyetmə əlinə silahı alır, Türkiyənin özündə baş verən hadisələr, Avropa, Amerika, nə qədər görürük ki, silahı alır əlinə, girir məktəbə, müəllimini, tanımadığı şagirdlər hamısını öldürür. Bunun kökündə yenə də dediyimiz zaman bu şiddət mövzularına baxmaq durur. Bəs ailədə mənəvi mühitin olmaması uşaqlara necə təsir edir? Ümumiyyətlə, təsir eləyirmi? Mütləq təsirdir, yəni təsirsiz deyil. Və ümumiyyətlə, atanın elə ananın ən mühüm vəzifəsi, hətta mərkəzdə dayanan vəzifəsi doğru dürüst mənəvi ya doğru dürüst etiqad, əqidə övladına göstərməkdir, başa salmaqdır, izah eləməkdir. Bu atanın, ananın ən mühüm vəzifəsi. Hətta Quran-ı Kərimdə maraqlı bir ayə keçir. Deyir ki, Allah mənim atama, anama rəhmət elə. Övladdır da, yəni bir dua edir. Allah bu övladın duasını ayəyə çevirir də. Yəni, xoşu gəlib bu duadan. Deyir, mən atama, anama rəhmət elə. Niyə? Yəni, paltarımı aldılar ona görə, evləndirdilər ona görə, təhsil verdilər ona görə. Bunlar hamısı. Amma mərkəzə bir nöqtə gəlir, o da budur. Kəmə Rəbbəyani səğira. Mənə qəşəng tərbiyə eləyiblər.
Allah məhz bu duanı gətirib Qurani-Kərimdə qeyd edib ki, görünən odur ki, atadan, anadan istənilən mühüm vəzifə mənəviyyat. Mənəviyyat olmayanda insan elmin də əsiri ola bilər, texnologiyanın da əsiri ola bilər. İnsan bildikləri ilə insanları azdırar da, insan bildiyi çox bilər, məkirli bir insana çevirilər, hiləgər bir insana çevirilər. Adətən o bir nəfər alimin yaxşı bir sözü var. Deyirdi ki, indi o bank yaranların çoxsu çox savadlı, belə ziyalı, savadlı adamlardır bəziləri ki, böyük cinayətləri adətən başı yaxşı işləyən insanlar, elə xırda xuruş belə cinayətləri məsələn görsə. Onun üçün baş lazım deyil. Onun üçün lazım deyil baş fəli. Bu üçün Uşaq ilk özünü anlayanda beyninə bəzi suallar gəlir. Bunu müasir psixologiyada deyir. Yəni uşaq özünü anlayıb, uşaq dərk edir ki, mən varam, ətrafım var, insanlar var, bu aləmə salınmışam. Şuuraltı olaraq beyninə gələn bir neçə sualdır. Onlardan biri, bu yeni aləm təhlükəlidirmi? Və ilk beyninə gələn fikir budur. Ola bilsin fərqinə varmasın. Ancaq bunun bu şuuraltı olaraq içində bu fikir yaranır. Sonra ətrafımdakı insanlar təhlükəlidirlərmi? Valideynim, tanımadığım mühitdə olan insanlar, bunlar təhlükə mənbəyidirmi? Və bu sualın cavabını ilk olaraq ailədə valideynlərinin münasibətindən anlamağa başlayır. Əgər valideynlər ətrafda olan, bəzən deyirlər ki, uşaqların yanında sən problemlərini danışma. Az yaşlı uşağın yanında işdə olan o, nə bilim, hansısa müdürünlə olan problemi ora gətirmə. Və yaxud da ana hansısa bir rəfiqəsi ilə problem yaşayıb, onu uşaqların yanında danışma. Ona görə ki, uşaq bu suala başlayır negativ cavab vermək. Uşaq düşünür ki, bu dünya, hansı ki, bu gözümü burada açmışam, bura çox təhlükəli yerdir. Bura yaşanlası yer deyil. Hər yerdə burada təhlükə var. İnsanlar təhlükəlidirlərmi? Valideynlərinin söhbətindən, bəzi o, nə bilim, filmlərə, videolara, bəzən planşeti uşağın əlinə verir ki, sakit dursun, mən öz işimi görüm. Bu cür vasitələrlə biz uşağın beyninə bu fikri salırıq ki, insanlar da təhlükəlidir. Sənin gəldiyin bu dünyada təhlükəlidir, insanlar da təhlükəlidir və heç kəs bir-birini burada sevmir, ancaq fırıldaççılıq və xəyanətlə doludur. Artıq uşağın bütün növbəti mərhələdə olan qərarları, düşüncələri, hissləri bu fikir əsasında formalaşır. Başqalarına güvənmir, heç kəsə güvənmək olmaz. Heç kəsə sirri deyə bilməzsən. Düzdür, indi sirri deməmək, ancaq güvən bu tamam başqa şeylərdir. Və sonra başlayır eyni münasibəti dostlarına qarşı göstərməyə. Sonra ailə həyatı qurur, ailədə bunları başlayır göstərməyə. Kökünü araşdırır, psixoloqlar tapa bilmirlər ki, bu uşağı kim bədbəxt eləyib. İlk bədbəxt eləyən o dediyimiz kimidir, hansısa ünsiyyət, sözlər. Bəzən olur ki, uşaq yadına salır, deyir ki, mən bu günləri yaşadığım problemi atam əsəbi halda anama bir sözlə demişdi. İndi yadına düşür ki, o vaxtı deyilən söz bunda təsirini qoyub, indi bu onu həyata keçirir. Biz bu qədər sadə olan, ancaq ciddi təsir olan məqamlara diqqət eləmirik. Deməli, birinci ailə, ətraf mühit. Məktəbin özü. Sən məktəbə gedəndə uşaq yenə də sualın cavabını axtarır. Bu dünya təhlükəlidirmi? Burada olan yad insanlar təhlükəlidirmi? Əgər təhlükəni buna aşılasan, sonra baxıb görürsən ki, bu uşaq böyük istedadı var, ancaq sosial fobdur. Kütlə qabağında çıxış eləyə bilmir. Yad adam qabağında iki kəlməni ard-arda calayıb bu fikrini ifadə eləyə bilmir. Kökü hardan gəldi? Ona görə ki, məktəbdə təhsil bəzən verilir, ancaq düzgün psixoloji yanaşma göstərilmir. Məsələn, müdürlə qorxutma. Məsələn, neçə uşaqlar var, məktəbə, az yaşlı uşaqdır, məktəbə getmək istəmir. Nəyə görə? Müəllim onu müdürlə qorxudub. Necə ki, valideyn ana, ata ilə qorxudur. Yəni, sən bu qorxutmaqla sanki istəyirsən uşağı pis işdən çəkindirəsən, təhsilə vadar edəsən, ancaq bunun mənfi psixoloji, mənəvi təsirini bilmirsən ki, bu atadan nifrət eləyəcək. Müdür simasında təhsildən nifrət eləyəcək. Sonra deyirik ki, bu uşaq niyə dərsini oxumur? O zaman biz indi uşaqları böyüdürük, tərbiyə eləyirik, yoxsa idarə eləyirik. Məsələn, biz necədir? Ümumiyyətlə, tərbiyə ilə idarənin arasında düşünürəm ki, çox belə nazik bir hədd var. O hansı həddir? Çox qəşəng. Ümumiyyətlə, biz hamımız bir türlü, belə deyək də, övladlarımızı idarə edirik. Mənim övladım tutaq ki, misal deyirəm də, bir övladı məktəbə getmək istəmir. Gedir, deyir, getməlisən. Yemək istəmir, yeyir. Ya istəyir bir şey, deyir, istəməməlisən. İstəmir, deməli, istəyirsən. Ya məsələn, onun içini aktiv edirik. Bəzi mövzular var ki, ona lazımdır. O bilmir, ondan xəbərsizdir. Görünən budur ki, idarə etmə var, metodlar fərqlidir, amma tərbiyə də bunun içində yer almalıdır. Hətta belə deyək, tərbiyə etmək üçün idarə eləməliyik. Yəni, onu
belə deyək də, ruhunu inkişaf elətdirmək üçün, onu yüksəltmək üçün, onu böyütmək üçün idarə eləməliyik. Yəni, tərbiyə bunun içində yer almalıdır, yerini tapmalıdır. Bu, bir-birindən ayrı deyil. Hətta bizim dini mətinlərimizdə 3-7-lik anlayışı vardı. İlk 7 yaş, ikinci 7 yaş, üçüncü 7 yaş. Birinci 7 yaş deyirlər uşağın ağalıq dövrüdür də. Nə istəyir? İndi aslında nə istəyir eləsin, yoxsa biz onu nə etməliyik, necə böyütməliyik? Bu mövzunun ətrafında danışmağa dəyər ki, məsələn, buyururlar ki, nə istəyirsə etsə, o uşaq anarxiyaya tərəf gedə bilər. Yəni, o uşaq nəzarətsiz müstəqilləşmə, götü-gödə bu uşaq hegemonlaşar. Çünki bunun içində elə bir xüsusiyyətlər var ki, o get-gedə bunu indidən biraz yan yörəsini düzəltməsən, böyüyəndə bir başqa cür problemlərlə üzləşəcəyik də. Amma buna bir, belə deyək də, müəyyən hədlərin içərisində azadlığı verib və bir növ baskı ilə deyil, bir növ sərt deyil, daha çox üstələmə məhəbbət olmalıdır, ona diqqət olmalıdır, ona qayğı olmalıdır, ona sevgi olmalıdır. Bunun içində o uşağa biraz uşaqlıq eləməyinə şərait yaratmaq lazımdır da. Yəni, indi o uşaqlıq eləməsə, bir vaxtdan sonra bir başqa problemlərlə üzləşəcək də. Bu uşaqlığını eləsin. Mən bir dəfə bir nəfər deyirdi ki, mən uşağım ağlayır da, neyinin bir dua bilirsiniz də, uşaq ağlayar da. Yəni, siz nə istəyirsiniz uşaqdan ümumiyyətlə? Yəni, uşağın ağlamağı da olmalı. Heç ağlamasa normal uşaq deyil də, vəziyyəti yaxşı deyil də. Bunun üstündə dərd eləmək lazımdır, bunu fikirləşmək lazımdır. O qədər rahatlığa meylənib bəzi analar ki, bunun da bəlasını da çəkir ya bugün cəmiyyətimizdə. O qədər rahatlığa meylənib, bu cür məsələ onları narahat edir. O qədər rahatlığa meylənib ki, oyunu verir, uşaq PUBG oynayır, məsələn, bütün günü. Özü oturub orada, məsələn, bəzi analara aid kinosuna, amma başım dinc olsun. Amma bu uşaq bir dönəmdən sonra sənin bütün dincliyi əlindən alacaq. Yəni, adamı belə deyək də, tamamilə ömrünü xarab eləyəcək. Mənim düşündüyüm, idarə etmə içində tərbiyə öz yerini tapmalıdır və tərbiyə etmək üçün idarə eləməliyik. Çünki biz balalarımızı bugün başlı başına buraxsaq, yəni başlı başına zaten buraxa da bilməyəcək. Mühit bir tərəf aparacaq, kinolar bir istiqamətə, cizgi filmləri bir istiqamətə, oyunlarımız. Axı, bugün uşağın, bu həqiqətdə, bunu inkar eləməliyik, oyuncaqları da dəyişilib hətta. Məsələn, keçən dönəmin uşaqlarının oyuncaqları bəlli idi. Bugünkü uşaqların oyuncaqları iPhone-dur, iPad-dir. Bugünkü uşaqlar bir başqa cür düşünür. Bugün başqa bir nəsil yaranıb, bugün başqa bir çox fərqi var da, yəni keçən uşaqlarla bugün. Məsələn, mövzu bəlkə də belə şahələnə uzaqlaşmıyor mövzudan. Məsələn, əvvəllər gedirdilər istirahətə, yeri seçirdilər, yer olaraq mühüm idi də. İndi daha çox yerdən, daha çox o yeri mən necə göstərəcəm? Necə eləyəcəm like, çox qazanım? Daha çox elə bir like nəsli. Belə deyək də, mən nəsli psixologiyada deyirlər. Belə bir nəsil formalaşıb da ona bundan da burada oturub gülüb danışmaqdan daha mühüm. Mən necə bunu göstərəcəm, necə nümayiş elətdirəcəm və biraz da bunu qaldırsaq mövzunu. Bugün gənclərimiz xoşbəxt necə olaq, ondan daha çox düşündükləri məsələ biz yalançı xoşbəxtliyimizi necə həqiqət kimi göstərək. Bunun dərd eləyiblər özlərini. Axı, sən yalançı xoşbəxtliyi, saxta xoşbəxtliyi həqiqət kimi göstərir, nə qazanırsan? Bir nəfər orada məsələn komment yazır, ay maşallah nə gözəl ailəsiz bitdi, amma sən elə ailə deyilsən də. Elə bir yalanla yaşamağı da xoşlayırıq. Və bu həddindən artıq böyük problemlərə gətirdi, çıxardı. Çünki bu günləri baxırıq ki, kontentlərdə sual verirlər ki, bir qadına ki, sizin həyat yoldaşınız nə qədər pul qazanmalıdır? O elə bir qiymətdir ki, 15.000 dolların üzərində qazansa həyat yoldaşım ola bilər. Həyat yoldaşına hansısa müəyyən bir kişiyə sual verirlər ki, sizin həyat yoldaşınız necə olmalıdır? Elə kriteriyalar deyir ki, dünyada elə qadın yoxdur. Və bütün bunlar hara aparır? Hər iki tərəfin tənhalaşmağına. Burada qəşəng maraqlı bir məqama gəlirik. Ümumiyyətlə, əxlaqla psixologiyanı ayırmaq lazımdır. Yəni, bəzən problem əxlaqdadır, biz onu psixologiyada görürük. Və çalışırıq psixoloji yanaşma ilə bunun əxlaqi problemini həll edək. Bəzən bir insanın problemi psixolojidir, biz bunu elə bilirik, əxlaq və vicdan kontekstində bunu həll eləyə biləcəyik. Yeniyetmə valideyni deyir, müəllim, mənim övladımı gecə klublarından yığa bilmirəm. Bunun bahalı maşınlara meyli var, pul oğurluyur, dostları ilə əlbir olurlar, nə bilim, kimisə bir təzyiqə məruz qoyub ondan bir miqdar pul götürürlər, sonra gedirlər rent-kardan maşın götürürlər, bütün günü şəhərdə gəzirlər, dostları ilə nə bilim gedirlər, gecə evə gəlmir. Bunu xahiş edirəm, gətirim yanınıza, siz
bununla danışsaz, bunun psixologiyasını həll eləyə bilərsiniz, düzəldə bilərsiniz. Mən deyirəm ki, bir neçə sual verirəm psixologiyası haqqında və baxıb görürəm ki, uşaq psixoloji cəhətdən tam normal bir adamdır. Və deyirəm ki, sizin övladınızın problemi psixoloji deyil, bunun problemi əxlaqidir, bunun problemi vicdanidir. Psixologiya nə ilə məşğul olur? Qorxularla, komplekslərlə. Uşaq əks cinslə ünsiyyət qura bilmir. Yeniyetmədir, ailə həyatı qurmalıdır, ancaq bir problem yaşır. Onu da aparırsan psixoloqun yanına. Uşaq cəmiyyətə adaptasiya ola bilmir, içində bəzi qorxuları var. İnsanlardan qaçır, yad adamlarla ünsiyyət eləyə bilmir, valideynlə səbəbsiz yerə bir narahatçılığı var, aqressiyası var, ünsiyyət tapa bilmir. Aparsan onda psixoloqun yanına. Ancaq bu adam çox rahat bir şəkildə, nə bilim, hamı ilə, kimlə gəldi, ünsiyyət eləyə bilir, bilir nə istəyir, cəmiyyətə ciddi şəkildə adaptasiya ola bilir. Bunun problemi əxlaqi, ideoloji, mənəvi problemdir. Adam istəyir rahat yaşasın, adam istəyir ki, heç bir problemsiz, rahat bir şəkildə getsin o hədəfə çatsın. Adam istəyir öz nəfsinin arxasınca getsin. Bu nəfsinin arxasınca getmək istəyən bir insanı sən psixoloqun yanına gətirməklə, psixoloq da bir-iki buna test verməklə bunu həll eləmək olmayacaq. Bu nəfsinin qurbanıdır. Bunu sən aparmalısan bir nə bilim əxlaq müəlliminin yanına. Bu insanın özü istəməlidir. Özü istəmirsə buna heç bir əxlaq müəllimi də təsir eləyə bilməyəcək. Bizlər çox vaxt bu iki mövzu arasında ciddi bir dənə bir rabitəni görə bilmirik. Bir nəfər tanışım var, mənə deyir ki, müəllim, bu psixoloqların yazdığı əsərlər var, hamısı boş bir şeydir. Deyirəm, nəyə görə? Deyir ki, bir dəfə deyir, həyətdən çıxıram, qabaqda şlaqban var. Baxıb görürəm ki, şlaqbandan uşaqlar asılıblar da və yerindən çıxardacaqlar. Orada da valideynləri durub, anaları, bu uşaqlara bir söz demirlər. Deyir, mən də pəncərəni saldım aşağı. O psixoloji kitablarda oxuduğumuz kimi mədəni şəkildə onlara deyirəm ki, əziz, dəyərli analar, zəhmət olmasa övladlarınıza deyərdiniz ki, bu burada nə bilim, bu şlaqbanla sallanmasınlar, bu qırılır, başqasının mülkiyyətidir. Axı siz bunlara layiq deyilsiniz, övladlarınız. Deyir, başladılar hamısı qışqırmağa ki, uşaqlar bəs harda oynasın? İmkan yoxdur, burada oynayırlar da. Deyir, ona görə psixoloji kitablarda yazılanlar işləmir. Mən deyirəm ki, onların problemi psixoloji problem deyil. Onların problemi əxlaqi problemdir. Sən elə bilirsən ki, o psixoloji metodlarla bir insanın əxlaqi problemini həll eləyəcəksən. Bu ikisi tamam başqa bir şeydir. Biri emosiyaya aiddir, biri vicdana aiddir. Vicdan əgər zədəlidirsə, əgər vicdansız olmaq istəyirsə, nəfsin arxasınca gedirsə, psixoloji yanaşmayla sən bunu islah eləyə bilməyəcəksən. Təhsil və tərbiyədə də bizlər bəzən bu ikisini səhv salırıq. Bəzən uşağı aparırıq psixoloqun yanına, hansı ki bunun problemi əxlaqi problemdir. Evdə də, ailədə də o qədər əxlaqsız işlər nümayiş olunub ki, davranışda, rəftarda, bunu psixoloq da həll eləyə bilməyəcək. Biz səhvi tamam yanlış bir yerdə araşdırırıq və bu da heç vaxt həll olunmayacaq. Siz öz əxlaqınıza söykənərək, vicdanınıza söykənərək bunu deyə bilirsiniz. Amma dırnaq arası psixoloqlar var ki, mən onun şahidi olmuşam ki, hansısa bir sindrom adı altında uşağın elədiklərini atasının, valideynin üstünə rahat ata bilərək ki, yəni səndə məsuliyyət yox, yəni o məsuliyyəti valideynə yükləyir, səndə heç bir günah yoxdur, sən bu travmaları onlardan almısan. Çünki əxlaqla o siz dediyiniz kimi ayıra bilmirlər. Bu çox qəşəng bir məqama əslində toxundunuz. Bu da yanlışdır da. Elə bir sindroma da fikirləşirlər ki, yəni uşağın da üstünə məsuliyyət atır. Uşaq deyir, mən niyə deyir ki? Əgər bir insan bütün problemlərin kökünü kənarda axtarırsa, bu problemi bu insanın heç vaxt həll olmayacaq. Bu bir qaydadır. Niyə? Çünki özünə insan dönüş eləməlidir, özünü axtarmalıdır, özünü təftiş eləməlidir. Və bəzi vaxtlar hətta bəzi psixoloqların verdiyi təlimdə ana daha çox günahkar çıxır, ata daha çox günahkar çıxır və nəticə etibarıyla övladla ana münasibətləri də pozulur evdə. Hələ bunu ailə mühitində baş verən hadisələr nə olacaq öz yerində? Dini mətnlərdə baxsaq nə baş verir? Bu özü bir dənə fəlakətdir. Bilirsiniz, hətta bu cürlə yanaşmağın nəticəsi sabah o övlad evə necə gəlir? Özünü tam mənada doğru, dürüst, mən rahatam, elə hamı səhvsiz mənəm düz. Müqəddəsəm də, yəni. Siz məni travmalı böyütmüsünüz. Söz eləmişsiniz, neynəmişsinizsə. Amma İslam mətnlərində daha çox qaytarılan nöqtə
özünə qayıt, özünün səhvlərini görməyə çalış. Hətta bədgümanlıq mövzusu var dini mətnlərdə. Özünə biraz bədgüman olmağa diqqət elə. Niyə? Bilirsiniz niyə? Get-gedə insan yoxsa vicdanı da öləcək. Get-gedə vicdan da vicdansızlaşacaq. Vicdansız vicdan olacaq. Bilirsiniz niyə? Vicdan aktiv olmalıdır da. Mən elə həmişə özümü, belə vicdan nədir? Vicdan hissi var da. İnsanda vicdan hissi, yəni təqdir etmək bacarığı və özünü danlamaq. Vicdan danlayıraq özünü axşam yatanda, düz eləmədin. Görsən dostlarına deyir, gördün qardaşın neynədir? Axşam otana deyir, yox, qardaşım səhv elədi. Qardaş səhv eləyib, düz eləmədim mən, özünə qayıdır. Bu, əgər bütün vaxt, həmişə insan səhvləri kənarda axtardığı təqdirdə, bu vicdan hissi də deaktiv olacaq get-gedə. Bu vicdan hissi necə formalaşır uşaqda? Qorxu ilə, sevgi ilə necə formalaşır? Mən fikrimi deyim, sonra Rüşən müəllim, olar mı da buracan ki, bir kəlmə dedim. Baxın, vicdanın özünün nəyidir? Dedim əvvəlcə, vicdan insanı danlayır. Ləvvamə deyirlər dini mətnlərimizdə. Allah özü and içib vicdana. Quranda Allah vicdana and içir. Maraqlıdır da. Deyir, and olsun o vicdana, o danlayan nəfsə, özünü danlayan insana and olsun. O cana Allah and içib. Gör, nə qədər dəyərlidir belə bir can Allah qatındakı. Sağ ol, sən maşallah özü danlaya bilirsən. Bu o zaman formalaşmağa başlayır, inkişaf eləməyə başlayır, vicdan təkmilləşməyə başlayır ki, vicdanı susturmursan. Susturmursan. Bəzən insan susturur. Necə? Görürsən, insanın içi insanı danlamaq istəyir. İnsan tez öz yaxşı əməllərini gətirir ortaya. Sanki rüşvət verir də hakimə. Vicdan, əslində vicdan nədir? Belə desəm daha dəqiq olar. Vicdan Allahın səfiridir. İnsanın içində. Nəfsdə şeytan casusudur. Casusla səfir. Biri oradandır, biri buradandır. İndi bunlar hansı daha çox yerini tapacaq? Bəzi vaxtlar nəfs gəlir, bütün alır da məmləkəti ələ. Bəzi vaxtlarsa yox da o səfir, o oradan olan, oradan təlim alıb, baxı, gəlib insanın vücudunda yer alıb. Bəzən bu səfirə insan o qədər rüşvət verir ki, get-gedə o vicdan da biraz öncə dediyim kimi vicdansızlaşmağa başlayır. Daha bir dönəmdən sonra nəinki özünü pis işlərinə görə danlayır, hətta pis işi ilə fəxr eləməyə başlayır. Dəhşət burasındadır. Gör, nə qədər insanın içində, belə deyək də, təlatüm baş verdi ki, insan bu həddə tənəzzül edir. Nə zaman vicdan formalaşır, onun səsini susturmayaq. Özümüzü danlamağı bacaraq, dinləyək də, ona qulaq asaq. Maraqlı bir dənə ayə keçirir Quranda, deyir, bəzi insanlar özlərini eşitməməzliyə vurdular. Demir eşitmirlər, eşitməməzliyə vurdular. Bədəl nə oldu ya Rəbbəl aləmin? Deyir, bədəl bu oldu, başqa ayda deyir ki, daha sizə yaxşı kəlamlar eşitdirməyəcəm. Sonra nə oldu? Deyir, get-gedə həqiqətən kar oldunuz. Yəni, özünü karlığa vuran insan sonunda həqiqətən kar olacaq. Vicdanı əgər doğrudan da səsini eşitməyən bir insan, get-gedə o vicdan hissi yəni, vicdan pas ata bilir də. Bəli. Bir yax əvvəl dediyiniz o çox önəmli bir sualdır. Mən ona deyim, sonra vicdana keçərəm. Psevdopsixoloqlar. Bəli, bəli. O travmanın uşaqlara təsiri var. Uşağın tərbiyəsində, onun gələcək həyatında ailənin rolu var. Ancaq nə travma, nə ailə uşağın üzərindən məsuliyyəti götürmür. Və seçim haqqı yenə də uşağın üzərində olur. Bizlər bəzən o qədər ailənin təsirindən danışırıq ki, artıq övlad düşünür ki, məndə elə nə pis bir şey varsa elə ailəmdəndir, atamdandır, anamdandır. Bu çox yanlış, altını cızaraq deyirik ki, bu çox yanlış bir yanaşmadır və günümüzdə ailəni o qədər təsir gücünü qabartmışıq, travmanın təsir gücünü o qədər qabartmışıq ki, və psixoloqun konsultasiyasında uşağı aparanda da birinci ailədən danışırlar, danışırlar travmalardan. Nəticədə nə olur? Valideynlərdə bir günahkarlıq sindromu yaranır. Valideyn deyir ki, elə nə övladında problem var, günah məndədir. Uğursuz olsa da elə mən günahkaram. Sonunda özlərini natamam hiss edirlər. Digər tərəfdən də uşaq artıq rahat bir şəkildə hansısa bir səhv bir işləri görür. Adını da qoyur ki, mənim elə ailəm pis olub. Yəni, nə problemim varsa elə ailəmdəndir. Mənim də yaxşı ailəm olsaydı, mən bu günləri yaxşı bir insan olardım. Mən də travma yaşamasaydım, heç bilmirəm travma nədir. Mən bu günləri, bu problemlərim olmazdı. Hamını yıxır. Bu yanlış bir yanaşmadır. Ailənin təsiri var, ancaq indiki dövrdə qabardılan qədər deyil.
Və biz hər bir problemi bu dəqiqə görürük ailədən. İndi bizdə danışdıq, əslində sizin sual yaxşı oldu ki, bir qeyd kimi oldu ki, yox, burada məsuliyyəti övladın üzərindən götürmür. Uşağın yenə də ağlı yerindədir, düşüncəsi yerindədir. Travma heç bir zaman iradəni insanın əlindən almır. Normal insan gəzirsə, fəaliyyət göstərirsə, bu insan öz iradəsi ilə hərəkətlərinin qabağını ala bilər. Ailə tərbiyəsi də iradəni yenə də almır. Yenə də bu insan, yəni nə qədər yanlış tərbiyə alsa da belə ağlı var, düşüncəsi var, bu öz hərəkətlərinin qabağını ala bilər. Dəlili nədir? Minlərlə dəlili var. O həyatın özü. Ailə var ki, iki övladın biri avara bir insandır, digəri uğurlu bir insandır. Eyni ailədən çıxıblar. Yaxşı, necə oldu ki, yəni ailə eyni, travma eyni, ancaq biri uğurludur, biri uğursuzdur. Uğursuz ailələrdən çox gözəl nəticə çıxartmış insanlar var. Psixoloqların dünyada tanınmış ən böyük psixoloq, psixoterapevtlərin əksəriyyəti travmatik ailələrdən çıxıblar. Ancaq uğurlu insan olublar. Yəni, Röşən, sizin sözünüzə qüvvət, Fironun evindən Asiya ilə Musa çıxıb. Razısınız da, yəni o evdən bunlar çıxıb da. Amma oradan bu cür nə məqamda. Ya məsələn, Nuhun ailəsindən də kənar çıxıb. Mənə həmişə çox təsir edir bu söz, bu fikir. Nuhun gəmisində, Nuhun övladına yer yoxdur, heyvana yer var. Bəzi heyvanlar da mindirdilər bu gəmiyə, bilirsiniz. Yəni, insan nə qədər heyvandan da aşağı tənəzzül edə bilər ki, amma Nicat, hətta Nuhun balası da ola bilər ki, özü maraqlı da məqam üstündə deyir ki, İnnəhə əməlun qeyri salih deyir, Nuhun problemidir. Allah Teala çıxardır Nuhu vəziyyətdən. Deyir, bu öz əməllərinin nəticəsidir. Özünün etdiklərinə görə bu günlərə qaldı. Ay oyan, ay buyan deyir. Quran ayəsində də var, Allahın o yaradılış xüsusiyyətini göstərir. Kafirlərin sülbündən mömin insanlar çıxardar. Möminlərdən də kafir çıxardar. Yəni, bu xüsusiyyət var. Burada biz ailəni bir sipər eləyə bilmərik, travmanı sipər eləyə bilmərik. Çox təəssüf ki, bu günləri qabardılar. Bir də var valideyn sevgisinin şərti olması. Bəli. Bu var da ümumiyyətlə bizdə. Bunu elə, bunu eləyərəm. Gəl belə deyək, Allah ümumiyyətlə şərtli sevir, yoxsa şərtsiz sevir? Belə bir mövzu açaq, gələk Allahdan ana yataya da. Baxın, Allahın bir adı Rəhmandır, bir adı Rəhimdir də. Rəhman nədir? Ümumi rəhmət. Hələ səni sevirəm sənə görə. Sənin məhəbbətin var. Yəni, məsələn, dini mətnlərimizdə belə bir söz keçir. Zatı kəramət. Zatən sən kəramət. Sən insansan, nesən? Heç hər şey bir tərəfə. Sən, yəni, ərdən deyirəm ki, biz elə o deyir, 1-0 qabaqdasan, 2-0 qabaqdasan. Biz varıq 1, üstəgəl insanıq 2. Bu artıq bu qədər motivasiya o yetərdir. Sən insansan. Buna deyilən zatı kəramət, sən bir varlığın kəraməti. Bir dərziyə gedirsən, birinci dərziyə yaxşı parça seçirsən də, keyfiyyətli parça. Amma keyfiyyətli parça hər şeyi həll eləmir də. Yaxşı dərzi də olmalıdır. Bizim o materialımız çox keyfiyyətlidir. İndi yaxşı dərzi ola bilsək, şaşırsan, qəşəng kostyum ortaya ərsəyə gətirə bilərik də. Burada hünər düşür insanın üstünə. Sən qəşəng kostyumu ərsəyə gətir. Burada artıq Allah sən görsə ki, xüsusi addım attın, qəşəng bir iş görür. Orada sən xüsusi davranmağa başlayacaq. Bu ədalətsizlik də deyil. Sağ ol ki, bu materialı xarab eləmədin, qəşəng bir dənə ərsəyə nəsə gətirdin. Burada bunu təqdir eləməmək öz ədalətsizliyidir. Ona görə Allahın məhəbbəti də iki hissəyə bölünür. Şərtli və şərtsiz. Rəhman adı, yəni hamımız açmışam süfrəmi. Buyurun, oturun. Kim istəyirsiniz, oturun, yiyin. üçün nəfəs alın hava. Amma bir dənə də rəhimliliyim var mənim. Xüsusi rəhmətim var. Xüsusi rəhmətimdə artıq mən sizlə xüsusi davranıram. Və xüsusi davranış istəyirsinizsə xüsusi addımlar atmalısınız. İndi gəldik ailəyə. Baxın, övladlarımızla bu cür rəftar eləməliyik balam. Sən mən balamsan, mən səni sevirəm. Sən mənim əzizimsən, canımsan, canımın parçasısan. Necə səni sevməyə bilərəm. Amma bu övladımıza xüsusi məhəbbət göstərməliyimi? Şərtli məhəbbət göstərməliyimi? Göstərməsək nə olar? Elə belə götürək sualı. Göstərməsək, hər şeyi onlara zəhmət çəkmədən versək, bir dənə pasiv, zəhmət çəkmək istəməyən
övlad cəmiyyətə təqdim edəcəyik və sabah o fərqliliklər görəndə cəmiyyətdə bir nəfər daha çox təriflənir, bununla barışa bilməyən bir övlad, narazı olan övlad, niyə o getdi qabağa, mən Xalqın uşağı. xalq, sən özün niyə görə səy göstərmədin? Sən niyə özün zəhmət çəkmədin? Yəni məndən sual verirsinizsə, hansı olmalı? Mənim ikisi də olmalıdır. Həm məhəbbət özünə görə də olmalıdır. Çünki özünə görə məhəbbət olmasa, get-gedə natamamlıq kompleksi yaranacaq uşaqda və uşaq həmişə özünü tamamlamaq istəyəcək, diqqət axtaracaq, yəni alqış, komment, təşəkkür, bravo, like, onu görməyəndə aləm deyəcək bir-birinə stres və s. Amma bunun da yanında bu da olmalıdır ki, bu Allahdan biz belə tərbiyələnmişik də. Rövşən uzatmadımsa da qısa deyim də. Baxın, Allahın çox maraqlı bir dənə sxem deyirəm sizə. Baxın, Allahın bir adı Xaliqdir, bir adı Malikdir, bir adı Rəbdir, bir adı Vəlidir. Xaliq xəlq etdi, xəlq etdi, atmadı məni, sahib çıxdı. Boş sahib çıxmadı, Rəbdir, tərbiyə edir. Və eyni zamanda Vəlidir. Vəli nədir? Məhəbbətlə tərbiyə edir, eşqlə tərbiyə edir. Vəli şeyin bir-birinə o qədər yaxındır ki, aradan su keçməz. Buna deyirlər Vəli. İndi gətirək bunu anataya. Bir növ uşaq dünyaya gəldi, yaxşı. Bu bir növ Allahın xaliq sifətinin yer üzündə ata ilə ana bir təcəllisi oldu da bir uşaq dünyaya. Amma bu uşaq dünyaya gələn apardı atlara, uşaqlar evinə. Malik olmadı. Ya malik oldu, amma bir daha yeməyini verir, suyunu verir. Bir dəfə mənə yolu tutdu. Bu yeməyini də verirəm, suyunu da verirəm. Nə istəyir məndən? Dedim, belə bu uşaq insan deyə bu. Başqa məxluqlardan fərqlidir. Bu uşaq hələ yemək, su verməklə ibarət deyil məsələ. Deməli, Rəbb də olmalıdır, Rəbblik də eləməlidir, tərbiyə də eləməlidir. Bu birisi mənada Rəbb də və Allah da bəllidir. Amma tərbiyənin də yanında vəli kəlməsi var. Yəni, məhəbbət üzündən qaynaqlanan tərbiyə. Və bu məhəbbətin üçün cəza da olmalıdır. Cəza da olmalıdır, yeri gələndə danlamaq da olmalıdır. Bir də bir yaxşı söz vardı. Anam mənə vurub, çox sevirəm o. Düzdür. Amma uşaq bunu hiss eləməlidir ki, hər şeyin kökündə məhəbbət dayanıb. Məhəbbət, bunu hiss eləməli. Bir dəfə taksi yolla getməliyəm, tələsirəm, bir də taksiyə elədim. Taksi saxladı, oturdum. Bu da indi üzümə baxır, mənə baxır. Mənə təxminən bir 10 il bundan qabaq idi. Onu Məhəzət Zəhra məscidində çıxış edirdim. Təxminən 10 il, bəli. Bəlkə 9 il, 8 il. Mənə qayıtdı ki, sən deyəsən namaz qılansan. Dedim, bəli, mən namaz qılanam da. Maşallah, yaxşı, əhsən, qılmaq lazımdır. Sonra qayıtdı ki, sən bir nəfər xətib var, çıxış edir, qulaq asmırsa ona. Dedim, kimi deyirsiniz? Qayıtdı, bəs adı Hacı Ramildir. Gördüm, belə yadına bir tər düşdü. Mən dedim ki, qulaq asaram da. Nə deyim buna? Bir söz demirəm. Bu da sürür maşıdır. Gedirik də belə gəldi bir yerə çatanda gördüm amma mən hara getməliydim. Elə hərdən belə baxır, sürür. Mən də heç demirəm. Axırda lap çatanda düşəcəyim yerə dedi, birdən sən olarsan ha, dedim özümə. Sonradan mənə maraqlı nə oldu? Özümdə bir dənə senari hazırladım da indi belə deyək də bir senari çəkməyə başladım ki, təsəvvür elə indi bu mən ona deyirəm ki, mən qulaq asmıram Hacı Ramilə. Bu da başlayır mənə danlamağa. Niyə qulaq asmırsan? Niyə təkəbbürlüsən? Adam qulaq asar, dinləməlisən, başlayır mənə danlamağa. Məndə nə hal yaranardı? Özümə suallar verirəm, kino çəkirəm artıq. Deyirəm ki, mənim duyğularım dəyişilməzdir də. Niyə? Çünki o Hacı Ramilə görə Ramili danlayır da. Hacı Ramili o qədər çox sevir ki, Ramili danlamağa başlayır. Hacı Ramilə niyə qulaq asmır? O bilmir axı. Düz deyil. Öz-özümə fikirləşirəm də. Bəs niyə ona qarşı aqressiv olmazdı, narahat olmazdı? Çünki o mənə görə məni danlayır. Gəldim, çatdım, buradan keçdim Allaha. Allah bəzi vaxtlar bizə bir dənə şillə vurur. Amma mənə görə məni vurur. O sevməsəydi məni atardı. Allah mənə danlayır, mənə görə danlayır. Yəni gəldik buradan ailə mövzusuna, ata ilə ana. Övladı bəzən nə eləməlidir? Lazım olsa danlamalıdır, lazım olsa qışqırmalıdır. Bugün bəzi psixologların ən böyük vurduğu zərbələrdən də biri budur ki, uşağı danlamaq olmaz, uşağı özgür buraxın, uşaq azad olmalıdır, uşaq. O qədər uşaq gətirib qoyurlar mərkəzə ki, ata, ana gedib düşüb evin laf küncünə, bucağına. Tapa bilmirsə o evdə atan ananı. Axı, belə də olmamalıdır. Mən demirəm, bütün psixologlarımız belə danışır. Amma çox ürək yanıqsı ilə deyirəm ki, bunları eşidirəm də bəzi vaxtlar, narahat oluram. Bugün mən çox danışdım. Qeydsiz, şərtsiz sevgini mən qəti qəbul eləmirəm və Tanrının belə sevgisi şərtləndir. Yəni, mütləq sevgi, fikirləşirəm ki, yəni həyatda yoxdur da və absurd bir şeydir. Bir insanı belə biz sevəndə,
nə qədər desək, iddia eləsək ki, sevgim qeydsiz, şərtsiz və mütləqdir, biz yalan deyirik. Çünki bir yerdən sonra əgər sevgim tükənirsə, formasını dəyişirsə, bu o deməkdir ki, mənim sevgim elə əvvəldən şərtli olub. Və yaxud da ki, götürək elə yəni yaradanın özü. O günahkarları sevirmi? Bütün günahkarların sevgisi varmı? Xeyr. Onda cəhənnəm nə? Düzdür, burada fəlsəfi izah eləyəcək, bu özü o cəhənnəmi yaratdı. Ancaq hər bir halda hidayət qapılarını öz üzünə bağlamış, o çirkabın içine batmış bir insanı yaradan sevirmi? Yox, onu sevmir. Nə mənada? Hə, yaradılış olaraq bu insanı sevir. Yəni, bu o çirkaba batmamışdan əvvəl sevdiyindən bunu yaratdı. Ancaq bu girdi çirkabın içinə. Bunun bütün qadağalarını pozdu. Mən rəhman deyəndə onu deyirdim, Rövşən mənim. Şəxs sevgi onu deyirdim ki, yəni ümumi rəhmətdən heç kəs məhrum deyil. Bu bizim dini fəlsəfənin də, dini mətinlərimizin sözüdür. Hamı o içində yer alıb da. Hətta cəhənnəmdən də Allah Taala Quranda danışan deyir, bəh-bəh, nə qəşəng yaratmışam. Ona da bəh-bəh deyir də, yəni o da rəhməti içindədir. Aha. Həmən mərhələdə, yəni ilk yaradanda bu çirkaba girməmişə qədər orada mütləq sevgidən danışa bilərik. Necə ki, bu adamın, bu yarımın nə olduğunu bilməmişdən qabaq mən də çox iddia eləyərəm ki, səni mən mütləq sevirəm. Ancaq çirkaba girəndən sonra sevmək absurddur və yanlışdır. Çünki bu adam düşünərək, ayaq sürüşməsi olmadan onlarla şans verdin, yüzlərlə şans verdin. Bu dedi, yox, mən elə sənin acığına bu işi eləyəcəm düşünərək. Artıq orada sevgi qalmır və sevgi qalsa mənə görə o ədalətsizlik olar. Ona görə ki, yaxşı, layiq olan insanları da mən sevirəm. Bunu da sevirəm, bunu da sevirəm. Bununla bunun arasında hissimdə mən niyə fərq qoymuram? Əslində bu ədalətsizlikdir. Bir insan, 2 övladım var, ikisi də mənim övladımdır. İkisi də dünyaya gələndə, hələm yolunu bəlli etməmişdən əvvəl ikisini də sevirəm. Ancaq biri gəlir, mənim ideallarıma zid bir şəxsiyyətə çevrilir. Ölkəmə, vətənimə, inanclarıma xain kəsilir. Digəri isə ideal bir insandır. Mən necə ola bilər bu xain övladı mən şərtsiz sevim? Hətta Nuh Peyğəmbərin özü belə orada övladını xilas eləmək istəyir. Vəhy gəlir ki, o sənin ailəndən deyil. O artıq sən onu sevə bilməz, o yaddır. Deməli, sevgi ideoloji, mənəvi, prinsip uyğunluğu nəticəsində olan bir şeydir. Prinsipmə, həyata baxışma zid olan bir insanı sevməyim özümə xəyanətdir, o müqəddəs hissin özünə xəyanətdir. Yaxşı, mən övladı onda necə sevim? Bəzi yerlərdə mən övladıma mütləq olaraq sevdiyimi deyəcəm. O yerdə ki, övladımdan nəticə asılı deyil. Məsələn, imtahan. Övladıma mən desəm ki, belə bir yerdə, sən imtahanı keçsən, səni sevəcəm. Mən burada sevgiyə xəyanət edəcəm, övladıma xəyanət edəcəm. Ona görə ki, imtahanın nəticəsi bundan asılı deyil. Adam əlindən gələni eləyib, hər kəsin bir yaddaşı var, bir zehni qabiliyyəti var. Bu getdiyində alınmadı da, kəsildi, strese düşdü və bildiyi halda bildiyi mövzuları yaza bilmir. Mən burada şərtli sevsəm, o övladıma xəyanət eləyəcəm və daha da o şərtli sevgimi göstərməklə mən bunu bloklayacağım. Çox yerdə olub ki, deyirlər ki, müəllim, necə eləyək uşaqlarımız imtahan stresindən qurtulsun? Deyirəm ki, onlara denən ki, imtahanın nəticəsindən asılı olmayaraq mən səni sevirəm. Sən orada kəsilsən də, kəsilməsən də mən səni sevirəm, sən mənim övladımsan. Sən bunu desən, imtahanın nəticəsi yaxşı olacaq. Bu yaxınlarda elə bil ki, bir ailənin uşaqlarıdır, böyük övladı kiçik övladına deyir ki, mənim bu verdiyim məsləhəti verir. Deyir ki, müəllim bunu mənə demişdi, məndə çox rahatlıq yarandı və imtahandan yüksək bal topladı. İndi özündən kiçik qardaşına bunu məsləhət kimi verir ki, bir dəfə bunu mənə dedilər, çox faydası oldu. Burada sən şərtsiz sevirsən, çünki nəticə uşaqdan asılı deyil. Ancaq o yerdə ki, nəticə uşaqdan asılıdır, hansı yerlər? Əməl yeri. Orada övlad bilməlidir ki, mən yanlış bir yola getsəm, atamın, anamın sevgisindən məhrum olacam. Yanlış yol, yəni bu yüngül ayaq sürüşməsi deyil, ciddi yanlış yol, burada bir yəni qəzəblə qarşılaşacam. Düzdür, açıq qapı qoyuram mı? Hə, açıq qapı qoymalıyam. Əgər səhvi anlasan, geri dönsən, düzəlmək istəsən, qapım həmişə üzvü açıqdır. Ancaq sərhəddi aşdınsa, dəyişməyənə qədər, tövbə etməyənə qədər mən sənə sevgimi mən şamil eləyə bilmərəm. Bu ciddi bir məsələdir. Digər bir məqam, hamını dəyişə bilərikmi? Bütün valideynləri dəyişə bilərikmi? Bütün övladları dəyişə bilərikmi? Mən özümü
tam istədiyim kimi, düz bildiyim kimi dəyişə bilərəm? Xeyr. 2 dənə bilməməkliyi var. Buna cəhalət də deyirlər. Bir sadə cəhalət var. Mən bilirəm ki, tibb sahəsində biliyim yoxdur. Siz mənə o barədə sual versəz, deyəcəm Kamran bəy, bilmirəm, bu mənim sahəm deyil. Bu insanın çıxış yolu var, bu insanın nicatı var. Bunu qurtarmaq olar. Getdiyi yolun səhv olduğunu bilir, anlayır ki, səhv gedir. Vicdan hələm susmayıb, bunu dəyişmək olar. İndi ikinci tip insanlar. Bu bilmədiyini bilmir. Siz mənə tibbdən sual verirsiniz. Mən bilmirəm ki, tibb barəsində mən heç nə bilmirəm. Burada artıq olur 2 dənə cəhalət. Bu mürəkkəb cəhalətdir. Bilmədiyini bilməmək. 2 inkardır. Bu insanı sən heç cür düzəldə bilməzsən. Adam yanlış yolla gedir. Elə bilir ki, düz yoldur. Elə bilir xeyir yoldur. Hamınız yanlışsınız. Sən bunu necə dəyişəcəksən? Ona görə burada bir valideynləri də bir rahatladaq ki, nə qədər övladlarınızı sevsəz də belə, bütün övladlarınızı istədiyiniz kimi siz dəyişə bilməzsiniz. Bu gil deyil də sən onu heykəltaraş kimi yonasan və istədiyin fiquru ondan alasan. Bu qeyri-mümkündür. Nuhun gücü çatmadığı övladı sənin gücün necə çatacaq? O ki, bu mühüm bir məqam. Bir dənə sizin bu fikrinizi bilmədim. Baxın, siz deyirsiniz, yəni bir insan, Rövşən müəllim, tamamilə ideal bir insan ola bilməzmi? Tam dəyişilə bilməz. Bunu dediniz, yoxsa mən başa düşmədim. Tam dəyişilə bilərmi? Yəni mən nə fikrinə qaldım? Məsələn, insanın ki, piki Allahın yeryüzündə canişini olmaqda kamil insan modeli var da. Yəni bunun üçün gəliblər bütün peyğəmbərlər ki, insan elə bir insanlar yetişsin də. Yəni xilqətin hədəfi də odur. Yəni bu yetişə bilərmi sonda, yetişə bilməz? Necə deyim? Yəni peyğəmbərlər, dünyanın məsələn ən belə təsirli nəfsi olan peyğəmbər, nəfəsi olan peyğəmbər kimdir? Məsələn, İslam peyğəmbəridir. Onunla bərabər bütün peyğəmbərlər bura yığışsa da belə, dəyişilməyini istəməyən insanı heç vaxt dəyişə bilməzlər. Bunu tam razıyam. Sözsüz ki, dəyişilmək istəm, dünya da yığışsa, Musa da vursa əsanı, o dəyişilən deyil. Məsələn, bizim peyğəmbərimizin dövründə nə qədər insan islah olundu? Neçə faiz? Biz bunu səqifədə gördük də, yəni 12 nəfər qaldı. Yəni o qədər yüz minlərlə səhabələrin içərisində dəyişən insanlar, yəni 1-2% oldu da. Deməli, Nuh peyğəmbərin özü 950 il təbliğat müddəti idi. Bir şey olmadı. 20-30 nəfər dəyişdi də. Onu başa düşə bilmədim, üzr istəyirəm sizdən. Bir də ki, məsələn, Malikəşlər haqqında bilirsiniz, bilən belə bir böyük şəxsiyyətdir də. Qəbri də Misirdədir. Malikəşlər haqqında deyilən kəlam var, çox mübarək kəlamdır. Deyir ki, Əli əleyhissalamın peyğəmbəri olan nisbəti Malikəşlərin Əliyə olan nisbətidir. Belə bir insan idi da. Yəni görün hardadır bu insanda. İstəyirəm deyim ki, o insanlar ki, düzəlmək istəmir, heç istəməyi də istəmir. Psixoloqla deyilən desək, adam var düzəlmək istəmir, adam da var heç istəməyi də istəmir. Mənə deyim mən. Yaşayıram. O heç, onlar çıxdıq. Amma bir yol var, bir cığır var ki, bir insan gələ bilər, kamil insan ola bilər və burada da gəlib neynəməsin gəlir. Elə onu bunu danlamaq, o qıraqda, bu qıraqda axtarmaq bütün səhvləri, yanlışları kənarlaqda axtarmaq. Atam belə, travma almışam, Rövşən toxundu olaraq. Bu elə bilirəm yanlış fikirdir, bu fikirlə razıyam. Bir dənə buna bir fikir də beynimə gəldi. Qurani Kərimdə 5 peyğəmbərin, 5 böyük peyğəmbərin Allah duasını qəbul eləmir. Ancaq onun müqabilində iblisin duasını qəbul edir. Nuh peyğəmbər öz övladı barəsində dua eləyir, Allah onu nicat vermir. İbrahim peyğəmbər öz əmsi barəsində dua eləyir, Allah onun duasını qəbul eləmir. Salih peyğəmbər qövmü barəsində, onun nicatı barəsində dua eləyir, Allah onun duasını qəbul eləmir. 5 böyük peyğəmbərin Allah duasını qəbul eləmir, ancaq bunun müqabilində görürük ki, iblis şərin başıdır da, şərin şərridir. O Allahdan istəyir ki, ona möhlət versin, ona güc-qüvvət versin, uzun ömür versin, Allah onun duasını qəbul eləyir. Deməli, burada mən həmişə düşünmüşəm ki, necə olur ki, bir peyğəmbərin duası qəbul olunmasın. Ona görə ki, orada o peyğəmbərlər duaları başqa şəxs barəsində idi. O şəxsləri də dəyişməklərini istəmirdilər. İbrahim peyğəmbərin əmisi heç vaxt islah olunmağı istəmədi. Nuhun övladı hündür dağa pənah apardı, atasına pənah aparmadı, yaradana pənah aparmadı. Ona görə müqəddəs peyğəmbərin belə duası onu artıq xilas edə bilməz. İblis isə özü üçün istədi. İblis dedi ki, yəni öz əməlinə bu cavabdehdir. İblis olmağına baxmayaraq, bu əmin idi ki,
bir yolu tutacaq və yolda bu dönməyəcək. Və bu hədəfini, missiyasını çox gözəl bilirdi. Bir də belə deyək də, iblisin bu duası Allahın kriteriyalarına uyğun idi. Yəni insan kamilləşməsi üçün, belə deyək də, insanın o gəlib bir yerə yetişməsi üçün bu iblis olmalıdır da. Yəni bu olmasa Hərdən deyirəm insan ki, yetişəməyəcək. bizim iblisdən öyrənəcəyimiz çox şeylər var. Yəni mənfi personajdan da götürürsən. Məsələn, iblisdən nəyə götürmək olar? Adam bir dəfə bir söz deyib ki, mən sənin düz yolunda oturacam və sənin bütün bəndələri azdırmağa çalışacam. O gündən bu günə adam sözündən xilaf çıxmayıb da, o işin arxasında durub. Bizlər bir hədəf qoyuruq, 1000 dəfə fikrimizi dəyişirik. Və gecə-gündüz çalışır. Yəni bütün hər stavkanı hər şey eləyib və bilir ki, sonunda bu məhv olub gedəcək. Onunla belə, yəni o təhlükə onu qorxutmur. Hətta deyirəm ki, fərdi inkişaf təlimlərinə uğursuz insanları çağırın. Bu uğursuz insan keçdiyi yolu sənə danışacaq, o səni motivasiya eləyəcək. Negativdən enerji almaq. Sən onun keçdiyi yolu baxırsan, məsələn, bir narkoman öz həyat tərzini Heç olmasa uğursuz belə uğur qazansın. Adam onda doğrudan təsir edir. Deyirsən, yox, mən bu cür olmaq istəmirəm. Bəzən uğursuzlar və o faciəvi şəxslər daha belə enerji mənbəyi olur. Allah kimi, buyurun. Ona görə elə Sartre'ın sözləri ilə qutaraq, deyir ki, ən böyük cəhənnəm Allahdan uzaq qalmaqdır. Bəli. Bugünlük bu qədər. Belə.